Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Sizinlə PES Akademinin kurikulum təlimçisi Pəri Firud qızı. Bu günlərim təkrar sertifikasiya imtahanında iştirak edəcək müəllimlərə dəstək məqsədi ilə 9-cu sınavımızı sizlərə təqdim edirəm. Əgər bu izah sizin üçün faydalıdırsa, kanala abunə olmağı, eyni zamanda da ətrafınızda da təkrar sertifikasiya imtahanına hazırlaşan müəllimlər varsa, bu videonu onlara göndərməyi unutmursunuz. Gəlin, vaxt itirmədən birinci sualımızla başlayaq. Amma öncə bir qələm, dəftər götürün, kağız parçası götürün, qeyd edin. Sonunda yazacaqsınız rəy bölməsində ki, neçə düzünüz, neçə səhviniz oldu. Yəni, bu mənim üçün önəmlidir. Sizlərə dəstək oluramsa, siz də rəy bölməsində bunun nə qədər sizlərə faydalı olduğunu yazın. Hər bir fikrinizi rəy bölməsində yazın. Baxaq birinci sualımıza. İllik planlaşdırma sənədində aşağıdakılardan hansı əsasən öz əksini tapmır? A. Tədris vahidlərinin sayı və ardıcıllığı, yəni illik planlamada bu var. Mövzular üzrə ayrılan təqribi vaxt, təlim nəticələri və qiymətləndirmə meyarı, şagirdlərin şəxsi psixoloji xüsusiyyətləri, tədris ili üçün tədris materiallarının siyahısı. Şagirdlərin şəxsi psixoloji xüsusiyyətləri bunlar illik planlamaya daxil deyil. Cavabımız olacaqdır D variantı. İkinci suala baxaq. Gündəlik planlaşdırılmada təlim nəticələri hansı məqsədlə yazılır? Şagirdin illik qiymətini müəyyənləşdirmək üçün, müəllimin dərsi necə izah edəcəyini göstərmək üçün, şagirdin dərsin sonunda əldə etməli olduğu bacarığı müəyyən etmək üçün. Ümumiyyətlə, təlim nəticəsi nədir? Təlim nəticəsi dərsin əvvəlində bildirir ki, şagird, sən dərsin sonunda hansı bilik bacarığa yiyələnəcəksən. Və bizdə gündəlik planlamada təlim nəticəsi hansı məqsəd daşıyır deyirsə, şagird dərsin sonunda əldə etməli olduğu bilik və bacarığı müəyyən edir. Cavab olacaq C variantı. Növbəti sualımıza baxaq. İnteraktiv dərsin əsas məqsədi nədir? İnteraktiv, yəni belə deyək, sözünün mənası qarşılıqlı əlaqə deməkdir. İnteraktiv dərsin də əsas məqsədi bundan ibarətdir ki, şagirdlər fəal şəkildə yəni dərs prosesində aktiv olsunlar, fəal iştirakını və öz fikirlərini ifadə etməsinə təmin edirik. Cavabımız olacaqdır C variantı. Növbəti sualımıza baxaq. Refleksiya zamanı müəllim hansı fəaliyyətlə məşğul olmamalıdır? Şagirdlərin dərsi necə başa düşdüyünü öyrənmək refleksiyaya aiddir. Şagirdin emosional münasibətini nəzərə almaq aiddir. Şagird öz fəaliyyətinə qiymət verməsinə imkan yaratmaq. Sualın yarısı bir tərəfdə qalıb. Şagirdlərin öz fəaliyyətinə qiymət verməsinə imkan yaratmaq, yeni mövzunu izah etməyə başlamaq, təlim nəticələrinin əldə olunub-olunmadığını qiymətləndirmək. Refleksiya zamanı müəllim hansı fəaliyyətlə məşğul olmamalıdır deyirsə, müəllim yeni mövzunu izahlara tələ keçməməlidir. Yeni refleksiya zamanı. Refleksiya edən zaman uşaq öyrəndiyini daha uzun müddətli yaddaşa ötürür. Refleksiya bəs nə zaman aparılır müəllimlər? Dərs zamanı da aparıla bilər, dərsin sonunda da keçirilə bilər refleksiya. Və refleksiyanın üsulları var idi. Hansılar idi? Üsulları xatırlatma eləyək. Şəxsi jurnal, müzakirə, müsahibə, 3-2-1 üsulu, çıxış bileti, daha sonra özünü qiymətləndirmə, sorğu və cümlə kökləri refleksiya üsulları hesab edilir. Cavabımız olacaqdır D variantı. Baxaq, 5-ci sualla yenə də refleksiya ilə bağlıdır. Refleksiyanın əsas funksiyası hansıdır? Dərsin vaxtını doldurmaq, şagirdlərin ev tapşırığı yazması üçün şərait yaratmaq, şagirdlərin öz öyrənmə prosesinə münasibət bildirməsi, özünü qiymətləndirməni təşviq etmək. Biraz öncə vurğuladım ki, refleksiya üsullarından biri odur ki, şagird özünü qiymətləndirməkdir. Refleksiya üsulu, yəni refleksiyanın əsas funksiyası özünü qiymətləndirməni təşviq etməkdir. Cavab olacaq C variantı.
Müəllim sinifdə pozitiv psixoloji mühiti necə yarada bilər? Yalnız sərt qaydalarla idarə etmək, yəni artıq burada avtoritar rejimdir. Şagirdləri daim tənqid etməklə, şagirdlər arasında rəqabəti qızışdırmaqla, dəstəkverici münasibət və qarşılıqlı hörmət əsasında ünsiyyət qurmaqla, bəli, sualın cavabı olacaqdır D variantı. Dəstəkləyici münasibət və qarşılıqlı hörmət əsasında ünsiyyət qurmaqla. Növbəti sualımıza baxaq. Aşağıdakılardan hansı diaqnostik qiymətləndirmənin funksiyalarından biridir? Diaqnostik qiymətləndirmə müəllim üçün barometr rolunu oynayır və şagirdin nəyi bilib, nəyi bilmədiyini üzə çıxardırıq tədris ilinin əvvəlində və diaqnostik qiymətləndirmə tədris ilinin əvvəlində, sinifə yeni şagird gələndə, yarım ilin əvvəlində, bölmənin əvvəlində şagirdlərlə aparılır. Və diaqnostik qiymətləndirmənin funksiyalarından biri deyirsə, şagirdin mövcud səviyyəsini müəyyənləşdirmək diaqnostik qiymətləndirməyə aiddir. Müəllimin tədris planına uyğunlaşdırmaq diaqnostik qiymətləndirməyə aiddir. Şagirdin dərsə uyğunlaşmasını asanlaşdırmaq, şagirdin maraq dairəsini də bilirik də, öyrənmiş oluruq burada. Diaqnostik qiymətləndirməyə aiddir. Yekun qiymətləndirməni müəyyən etmək. Bu diaqnostik qiymətləndirməyə aid deyil. Bəs yekun qiymətləndirmə nəyə aiddir desəniz, summativ qiymətləndirməyə aiddir. Cavab olacaqdır D variantı. 8-ci suala baxaq. Aşağıdakılardan hansı müəllimin sinfi effektiv idarə etməsi üçün tövsiyə olunan davranışdır? Hər bir səhvə görə dərhal cəza tətbiq etmək, yəni hər bir səhvə görə cəza tətbiq etmirik. Şagirdlərin ideyalarını dinləmədən qərar vermək, hər bir şagirdi dinləməliyik. Davranış qaydalarını şagirdlərlə birlikdə hazırlamaq, qayda varsa mütləq şəkildə o şagirdlərlə birlikdə hazırlanmalıdır. Sual-cavabdan çəkinmək, əksinə sual-cavaba daha çox üstünlük verməliyik. Sinifdə tam sakitlik yaratmaq üçün danışmağa icazə verməmək. Bu da yenə yanlışdır. Cavabımız olacaqdır C variantı. Keçid edək növbəti sualımıza. Bir daha vurğulayıram. Əgər bu sizin üçün faydalıdırsa, bəyənməyi, kanala abunə olmağı, həmkarlarınızla bölüşməyi unutmursunuz. İmtahan gününə qədər sizlərə dəstək olacağam. Siz də mənə dəstək olun kanala abunə olmaqla. 9-cu sualda effektiv müəllim-şagird münasibəti nə ilə nəticələnə bilər? Müəllim-şagird münasibətini istəyir. Şagirdlərin dərsdən uzaqlaşması. Əksinə, əgər şagirdlə müəllimin münasibəti yaxşıdırsa, uşaq dərsə daha yaxınlaşacaqdır. Sinifdə nizam-intizam pozulmur, qaydalara uşaq daha çox riayət eləməyə başlayır. Şagirdin dərsə marağını və öyrənmə motivasiyasını artırır. Doğrudur. Şagirdlərin yalnız testlərə fokuslanması, təlimin yalnız müəllim yönümlü olması yanlışdır. Cavab olacaq C variantı. 10-cu sualımıza baxaq. Aşağıdakılardan hansı kiberbullyingə aid nümunədir? Şagirdin sinif yoldaşını təhqir etməsi, internetdə şagird haqqında alçaldıcı məlumat yayması, kiberbullyingdə müəllimlər sosial şəbəkələrdə uşaqların bullyingə məruz qalmasıdır. Bu da internetdədir. İnternetdə şagird haqqında alçaldıcı məlumat yayılması cavab olacaq B variantı. 11-ci sual da var müəllimlər, amma bu sualı sizə həvalə edirəm. Videonu saxlayıb baxa bilərsiniz və rəy bölməsində sualın cavabının nə olduğunu qeyd edirsiniz. Doğru olub olmadığını mən belə deyim işarə qoyacağam. Və bu 11-ci sualı sizə həvalə edirəm və müəllimlər, bugünkü sınavımız bu qədər. Bu sizin üçün faydalı oldusa, nə xoş mənə, imtahan gününə qədər də bu proses davam edəcək. Yəni son günə qədər təkrar sertifikasiya imtahanına hazırlaşan müəllimlərə dəstək məqsədi ilə bu videoları hazırlayıram. İnşallah ki də sonda faydasını görərsiniz. Sağ olun, salamat qalın.